Ehtiyatlı ol, sındırmayasan onu. Zorla düzəldi bey. Ama sen verdiğin ha. Ama hiç olmur ha, usta böyle yaxşı ustadır bu. Hardan tanıyırsan bu ustanı? Bu usta deyil, əslində sənə deyim. Aha. Onun uşaqlıq arzusu dülgər olmaq olub. Yaxşıdır. Hə, uşaqlıqda dülgər olmaq istəyirdi. Aha. Hə, sonra getdi mühəndis oldu. Deyir amma taxta görəndə əsirəm. Aha. İstəyirəm nəsə düzəldim. Sözündən ağzından tutdum. Aha. Dedim ki, qardaş, məndə orada stullar var, köhnə antikvar stullardır. Biraz təmirə ehtiyacı var. Getirdi. Ama düz klasikasını təmizləmir. Yo, mən özüm dedim əl vurmasın. Özünə, hə. Özüm dedim ki, əl vurmasın ona. Ha, belə. Dedim, nə var? O biraz baxılan ki, şey olmasın. Onun dərdini təzələmirsən ki yazın. Yo, bilsən sən, Aha. xoşu gəlir. Özdə, gedən ki, başlayıb verir. Mən uşaqlıqda birinci dəfə çəkici əlimi götürəndə o qədər deyib belə hayman, vurdum barmağım göyərdi, qaraldı, nə bilim, nə. Sonradan Böyle da bir nal giymirsən. mən sənə bir dənə şey deyim. Aha. Uşaqlıqda bizim bağça Kukla teatrına üzvümüz idi. Aha. Həmişə oradan aparırdılar bizi bulvara, Aha. perihodla, partiyanın perihodla keçirdik. Biz həmişə bu gedəndə, öz uşaq vaxtı yada gəlir, bir-birini ətəyinə. Hadi bilirəm daha bir tutatın. Oradan maryaklar gəlirdi. Mən həmişə uşaqlıqda matros olmaq istəmişəm. Oy. Hə, özüm ölüm. Yox, hə, birinci matros olmaq istəmişəm. Sonra da kosmonavt. Bir də bu axır dövrlərdə bizim dənizçi o Ha formalar. keçinirəm də onlar görə. Ona görə İndi gör Azərbaycan kosmonavtını itirib. Gör kosmonavt olsaydı indi. Keçən dəfə saytda biri mənə yazır ki, Aha. yaxşı kosmonavt olmamısan. Yaxşı. Hə, bir dənə üçün mən axı rayonlara zada çox gedirəm. Şəkilləri qoyuram oraya, rayonların şəkillərini, zada orada olan şəkillərini. Mən də götürdüm ona yazdım ki, qaqaş, amma sən kosmonavt olsaydın mən sevinərdim. Yaxşı. Bəs sən Ha yox mən o döyüldü, qoymadılar fikrini. Gözləyirsən ha qonaqlarda? həmişə gözləyirəm də bu. Aha. O kostyumda. Ay salam, mən də deyirəm ki, şimdi bu kostyumda ay başladım. Qazbək xoş gəlmişsən qardaş, gəl. Qazbək xoş gəlmisən. Sağ olun, teşekkür ederim. Salam, Zübər, salam. Aleyküm. Necəsən? Ne var, ne yok? Sən gəlməyəndə cəmaat məndən soruşur ki, nə zərurəti yoxdur? Deyirəm, yəqin öz nəsə bir işi var. Necəsiz? Elhamdülillah, siz necəsiniz? Vax, yaxşı. Qazbək, mənə elə gəlir ki, sən lap əvvəllər skripka ifa eləməmsən, hə? Yəni, kamança olub, yoxsa? Düzü, mən uşaq vaxtı polis olmaq istəmişəm. Ha uşaqlıq var. Atam mənim rəhmətli polis Allah rəhmət. orqanlarında, yəni uzun müddət. Sumqayıtda birinci pensioner oldu ki, polisdən pensiya çıxdı. Mən də o gözüm açıq forma görmüşdüm. Sonra qismətdən biz Elbrus Qazbək iki qardaş olmuşuq da. Elbrus mənimlə indi Türkiyədə bizdə texnikum dərsləyir. Onu atan tara aparanda dokumentlər, o məndən yaşlarım böyüdü. Fikirləşib ki, qoy Qazbəkin də sənədlərini verim kamançıya. Ta kamançı olsun dedi. Mən də heç xəbərim yoxdur, 7 yaşım vardı, məktəbə də girmirdim. Mənim də uşaq vaxtında aldığım bidiş idi, nənəm bidiş olmuşdu. Atam dokumentlə Elbrus Qazbək Qafqazın zirvələrini qoydu. Nəsə, səhər-səhər elə tezdən durdu, anam Elbrus birinci uşaqdır, Elbrusu giyindirdi tez. Atam da mənə giyindirdi, biraz totuş uşaqdım, belə dördüm onda. Qapıdan çıxanda ama başım yeşə idi, anam qat yeşə başı sən də yeyəsən, Allah'ın da olsun. Şimdi getdik, indi yolda soruşuram ki, ayaqda hara gedirik? Gördüm ki, dənə gədəsdə gül aldı. Mənə qayıtdı ki, oğlum, bəs narahat olma, gələcək sən içəri çoxlu əmilər, xalalar var, bir dənə də orada yaşlı qoca kişi var əmi. Səndən nə soruşsa, onu elə cavab verərsən. Mən də bir 3 gün idi çıtıma salmaq öyrənmişdim. Balaca uşağın çıtıma 3 dəfə belə edirdim, 5 dəfə birində çırt edirdim. Allah'ın da olsun. İndi məktəbə bilməm, mənim imtihan nədir, xəbərim yoxdur. Elə belə çıtıma sala-sala, qardaşım məndən qabaq girdi, çıxdı, pörtmüş oldu. Qaqa nə soruşurlar? Atam mənə tələdi saldı içəri. İçəri girən kimi bir əlimdə göyün, bir əlimdə sıtıma çala-çala girəm içəri. Təsəvvür imtihana, ümumiyyətlə gülmək. Hamı gülür. Mən də gördüm, ana kişi oradadır, həmin o kişi. Qızı direktordur, Kaltakov vardı, skripaç, Yahudi idi. Bu mənə gülə qalxan çağırdı. Mən də gördüm, promo gülü kişi kimi verdim bana. Nə oxuyum tanım uzatdı, belə indi biləyəm, adam gözünə çəkirəm. Gördüm də söz, gəl otur, 30'udur mənim uzunda kişi. Piyanoda nəsə salda oxudum, ritim burada oxudum. Belə oldu ki, qardaşım 2-5-2-4 aldı. Lulu konservatuara mütəlib, olan deyirəm. Mən 4-dən 5 aldım. Onu saldılar gecə şöbəsində, mən saldı günür şöbəsində. Neysə, özümü təbrikləmirəm, dəstək olun. Sonra yəni, deməli, hələ adımı da bilmirdim hələ. 1 sentyabrda məktəbə gedəndə, anam səhər-səhər, Allah rəhmət eləsin, 2 sənələrə, çağırdı qonşumuz Namik var idi. Bunun Namik'i çağırdı ki, Namik, bunun adı Qazbəkdir ya, orada soruşanda bilərsin, deyərsiniz. Birdən müəllim uşaqlar adamsız ki, filan kəs hamısı durur, mən, filan kəs, Əliyev, Qazbək,
səs yoxdur. Əliyev Kazbek səs yoxdur. Əliyev Kazbek Namiq Didala sənə deyirlər, durdum əvə o gündən doğdum Kazbek. Mən o vaxtında kamat çaldım. Sonra qismətdən, yəni mənim skripka çalmağımın tarixi Abbasqulu ilə bağlıdır. Gəlir danışıqlamaya. Profesional qapı döyməkdir, fikir versən. Abbasqulu müəllim, deyir adını çək. Qulağını. Yox. Köynəyinin yaxasını dartqına. Bu dəqiqə adınızı çək. Oradan bu dəqiqə baxsın. Tamam, baxsın. Hoş gəldin. Mən həmişə maraqlı olur ki, Arif müəllim, Uçaskov olmamışdan qabaq sənin uşaqlıq arzun nə olur? Buyur. Uşaqlıq arzum. Hə. Çox maraqlıdır lan mən. Uşaqlıqda arzun nə olur? Hikmət bağışla. Musiqçi olmuş. O, musiqiçi. Doğrudan? Sən işə bax ha, bax. Kazbek müəllim musiqiçidir, polis olmaq istəyir. Arif müəllim musiqiçi olmaq istəyir, Polis olmuş. gəlib polis olub. Deyəsən sizin bir ortaq, nəsə bir balaca türklər demişkən ilişkiniz də var. Kazbek müəllimlə. Həmkarıq. O vaxtı Abbasgil məndən 2 kurs yuxarı oxudular qardaşım Elbrusla. Bizim bağda bunların proşalini deyilər. Vuxsuna veçir oldu. Yəni, onda mən də o bizim bağda olduğuna görə iştirak edirdim. Həm də aramızda münasibət vardı. Yəni orada Abbas o vaxtı birinci skripka çalanlardan idi. Azərbaycanda çox adam bunu bilmir, mən burada deyim. Yəni artıq təzə televizora çıxırdı. Bir-iki dənə mahnı çalmışdı o vaxt. Yəni Abbasdan mən görmüşdüm bunu. Sonra belə oldu ki, bir dənə Məmişov Yaşar vardı bunların sinifində. O da gitara çalırdı, yaxşı gitara çalırdı. O Abbasa dedi ki, mənim 6-cı gün toyum var. Abbasın da yaman pis zarafatları var ümumiyyətlə. Açıq deyirəm, ayağında dil ağzı deyir, ayağında deyir. Hə, deməli biz toyum var, bəs bir dənə Abbas orada gəlib çalarsan, bu da bunu bir də zarafatla biraz pis dedi ki, ya sən kimsən, yəni mən səndən gəlib orada toy çalam. Bu pərt oldu. Yəni qismətə bax, Abbas mənim Allah'ın olsun, bu pərt oldu. Mən də bunu Palajeniyadan çıxartmaq üçün bunlar o başda, mən bu başda. Dedim ki, sənə skripka çalan lazımdır. Hamı çönlü mənə baxdı. Elbrusda bir mən yalan danışırdım. Dedi, hə, dedi, skripka çalan mən. Söz çıxdı ağzımdan. Elbrus çönüb belə baxanda qardaşım, sən yalan danışdın yəni belə. Hə, söz çıxıb ağzımdan, dedim, ala mən. Gəldim evə, rəhmətli kişinin yanına gəldim. Dedim ki, artıq biz belə məclisdə mənim ağzımdan söz çıxdı. Mən pul qazanmıram, eləmirəm. Türkiyədə 2-ci kursda oxuyordum. Dedim, bəs mənə soruşun skripka tapı. Bu da polis adam deyir, arkadaşım, mən sizə skripka arada tapım. Kim mağazin zadı yoxdur onda. Amma rəhmətli Bayandur müəllimlə ünsiyyətimiz var idi. Bizim evə gəlib gedən adamdır. Kişi getdi rəhmətli Bayandur müəllim yanına ki, uşaq belə mənə skripka o da götürdü. İndi kişinin başında eləmək üçün inventardan bir dənə skripka verib buna. İnventarda skripka orada belə. Heç nəyi yoxdur da bunun. Lüt. Kişi də götürdü gəldi mənə ki, gələ. Bu skripka nə aşığı yox, nə simi yox. Neyse dedim ki mən bunu nə edirəm? Deməli pastapkasının zadını sağ olsun Abbas verdi. Təzədən simin, yox açıq duram. Simin zadını hamısını atam apardı, üçün konservatorda usta bunun hamısını xərəyin zadını saldı elədi. Amma çiyinin mosikinin zadını hamısını Abbas vermişdi. Sim çox da vermişdim, Allah razı olsun. Hə, indi 2-3 gün, 4 gün qalıb toya fikir ver. 2-ci gün olmuşdu qonaqları. Yadımdadır. 6-cı gün də toydu. 4-3 gün deməli belə çaldım bunu. Dedim də belə çalım, kaman çalım da. Mən nə edirəm bu? Özbəklər indi də. Bilirəm, yox, belə bizdə də var idi o vaxt çalanlar. Sonra dedim, hayok, belə 5-ci günü, cümə günü deyəm, bir gün qalıb toya. Dedim, Allah, sənə qurban, mən kömə, bizə heç bir müəllim zat göstərmir, simçoku tutmaq, başqa alətlərdir bunlar. Skripka, neysə, qurban olmalı, deyib şeyin sonra qaldırdım 5-ci günü, cəmən qoydum bura. Neysə, bir təhər çaldım, gəldim toya, birinci toydu. Deməli, bir də muğamat oxuyan vardı, Seyca oxuyur, mən də qonst elə muğamatı fəhlə başı çalam mənəm. İndi hələ bişməmiş muzikantam da, bu da belə deyil. Ax yar, hey, öz reydən düşüb 3-cü pozisiya, mən də başı pozisiya çalam mənəm. İndi bu muzikantam bir Seycaq özü çətin muğamdır, mən deyir, ax yar, hey, əvvəl və vəy, mənə baxır ki, mən bununla xuduğunu təkrarlayayım. Allah'ın and olsun, qan tər götürüb gedim məni. Mən bunu uslu havayı müşahidə eləyənəcəm, da öldüm o dünya görünür. Hamı da mənə belə baxır, oxtu çox yerdə görməmişdi skripka. Çox yerə gedirdi, deyirlər, Rus alətidir. Hətta bir dənə söhbət edeyim, o vaxtı bizi apardı, mən belə saldım, populyarlaşdım. Apardılar məni, Zeynəb xanım bir dənə mahnı oxumuşdu, Halal olsun Fərzalı. Gido Susturda vardı, onların kəndinə Ağstafıya. Ora çatanda biz, deməli, Akasya deyiblər ki, ona deyir instrumenti açmasın, onu burada döyəcəklər. Özdə belə. Mən burada ailəsində danışmışdım, bunu Allah'ın da olsun. Mən təsəvvürüzə getirin ki, mənə üstü deməyiblər, girdik, kişi toydu. Mən də baxdım, indi bilirəm, o aşıq sonrası, o vaxtda bilmirdim, anlaşım. Onun qanı sağaz bilirdim ki.
Oxuyardım ki, davay bir də şey eləyək, rast eləyək. Rast muğamı yaxşı bilirdim. Oxuya bilərsən, əfrazı da oxuyan. Dedi, ha, başladıq rast, biraz bunların qırışığı açıldı. 1-2 saat çaldıq, qırışıqlar açıldı. Sonra günorta ABD gedəndə, nahara gedəndə, mənim aktyor dostum ki aparmışdı. Dedi, abi sən xəbərin yoxdur, gələn səni burada instrumenti görən kimi hələ tutlara görə bilər var. Görən kimi deyil, burada döyəcəklər, bəs indi hamısının qırışığı açılıb, amma mən kişi də toyası 70 yaşı var, bir zəhəmli kişidir. Təsəvvür edim. İndi bu kişi toyun ortasında saat 8-dir, gəldi. Gəldi mənə verdi. Amma hamını saxlayın. Hamıdır, kişi mənsudur, başqa da saxladı, gəldi düz mənim qavımdır. Mən də 17-18 yaşım vardı. Dedi, abi, dur ayağa. Durdum ayağa, Allah hamd olsun, bunun zəhəmindən öncə mənim mandıraşdı. Çox şey de bilmirəm, axı, digər falan şeydir. Dedi, o sprip qoy da götür. Sprip qoy özdə, Allah hamd olsun. Götürdüm, dedi, bana burada bir çoban bayat çala bilərsənmi? Bir dəfə ömrümdə çoban bayat çalmışım, o da onda, qorxumdan. Əla. Qardaş, bəlkə elə o qoymazlar, sözümüzü deyə. Gəldin. Qurban, sözləşmişsiniz, hamınız qaçısında gəlirsiniz. Bu istidə. Xoş gəldiniz. Sağ olun. Gəlin. Sağ olun. Sağ olun. Xoş gəlmişsiniz. Əyləş, yerbəyer olun. Hoş gördük. Maşallah. Hə, deyir, Kazbek deyirsən qardaş. Çoban bayatı, hə? Bəlkə onu bir skripkada doğrudan yaradasan, bir qulaq alsaq. Mən skripkada eşitməmişəm, düzünü deyim, çoban bayatını. Mən deyirsə, o vaxtdan bu yana 78-sində repo eləməmişəm onu. 30 il keçib də. Bəlkə o kişi... Kanka o kişi görəsən sağdır, çağırardı biraz. Yaxşı görəyik. Ay, atını qoymazlar sözümüzü deyədik kəlmə. Gəldim. Oy, gəldim. Ay, salam, aleyküm. Hoş gəlmişsən. Sağ ol. Kesin. Qonaqlarımız gəlib məclis ahirindədir. Ay, salam, aleyküm. Necəsiniz? Nə vardı? Kesin əyləşin. Hə, nə var, nə yox, ay Nami? Salamatçılıq. Sizdə nə var? Siz necəsiniz? Bəlkə sən kesin. Yox, sən. Sağ ol, ay Kazbek.
gücü necə olub ki? Fikir Abbasqulu mənim, bayaqları söhbət elədim, siz gəlməmişdən qabaq. Uşaqlıq arzum məndə olub, əvvəlcə matros, sonra kosmonavt olmaq istəmişəm. Məktəbdə oxuyanda, mən 405-ci birdən-birə beynimə yeridi. Bax, gözümün qabağında bir dənə obraz vardı. Harasa tələsən, çiynində çantası olan bir jurnalist. Neysə, 8-9-cu sinifdə valideynə düşə bizə də nəsillicə energetik, atam, babam Azərbaycanın birinci energetiklərindən olub, Allah ölünüzə rəhmət. Yox, biz familiya belə, elə Azərbaycanın yeganə familiyadır, Əliyərzadələrdən həmişə energetik, mütləq getməlisən. Sözlərindən çıxa bilmədim, amma sonra işi getirdi 94-cü ildə, getdim yəni bu sahəyə. Atam həmişə deyirdi ki, 84-də mən institut qurtarmışam, 94-də getdim mətbuata. Atam həmişə deyərdi ki, 10 ilcəyim mən dala saldım. Deyirəm, yox, bu qismətdir belə gəlib getirib də. Maraqlı burasıdır ki, musiqi aləmindən mən birinci dostluq elədiyim adam Rüfət olub. 95-ci ildə bizim tanışdığımız olub və o vaxtdan dostluq edib. Birinci musiqi aləmində olan Rüfət olub. O vaxtdan bu vaxtda da dostluq edirik. Amma yaxşı qalmısınız, maşallah. Maşallah. Sən də jurnalist olmaq istəmişdin, yoxsa? Televiziya işçisi. Az bilmir ha. Doğrudan ha, Arif mənim, sənin sözün bax yarımçıq qaldı. Uşaq vaxtı musiqiçi olmaq istəyirəm. Daha bir 6-7 yaşında mandalin almışlar bir dənə mənim üçün. Evim mən ən kiçiyəm. Məndən böyük bacılarım, qardaşlarım. Hamı mənə öyrətmək istəyirdi ki, belə çalırlar, belə edirlər. Axıracan da hamı o mandalinlə çalmağı öyrəndi, bir də mən çala bilmədim. Axırı yolu gəldi. Bazburxma zadıma görə gəldi, çıxdı polisdə işləyinə. Polis də o vaxt milis idi, indi polis olub. Digərdə gidiblər ki də çalır. Sağ ol. Abbasqulu müəllim sözdə adam oxuşsan. Deməli, mən məktəbə getmirdim. Yəni evdə bir neçə alət var idi də, çalğı alətlər. Allah ölən nəvzi rəhmət eləsin. Atam rəhmətli musiqini çox sevirdi. Deməli, o vaxtlar qarman var, ağ dillərdən ibarət, qara dil yox idi. Sonra yay aylarıydı, Kislovodskiyə istirahətə getmişdim. Gəldim, gördüm şeylər. Orada da Habil Əliyevlə bir yerdə istirahət eləyiblər. Gəldi ki, sən dedim, kamança alıb mən. Daha doğrusu məni apardı ustanın yanına, boyum balaca idi, yəni 6 yaşında kamançalar standart olurdu da ölçüləri. Söz daha balaca idi onda. Hə, kiçik kamança düzəltdirdi mənim üçün, gətirdi gəldi. Sentyabr ayında apardı məni muzişkolaya da götürmürlər. Yəni hələ heç mən orta məktəbə getmirəm muzişkolaya nə tək. 16 nömrəli muzişkolada rəhmətli Ramiz Hacıyev, yəqin tanıyırsınız da, xanəndə, müğənni. O birinci sənəti onun kamança çalan olub. O çiçək mahnısını oxuyub, yadımıza düşdü. O orada dərs deyirdi. Nəysə, kişi ilə də münasibəti yaxşı idi, gətirdi, qoydu, elə muzişkolada qeyri-rəsmi. Gedirdim yanına. Yəni, bax, belə gəldim mən musiqiyə. Sonra evdə o biri qardaşlarım da böyüdükcə, yəni, daha doğrusu öz arzum olmayıb, da atamızın arzusunu yerinə yetirmiş. Bəs nə acıb qardaşlardan heç biri oxuyan olmadı? Bilirsiniz, oxuyan olmaq üçün, yəni xanəndə, müğənni olmaq üçün gərək gözəl səsin ola, avazın ola. O qədər səsi olmayanlar var. Vallahi sessiz İndi oxuyurlar. danışıq səsi ilə də oxuyurlar, indi oxuyurlar. Amma ki, Kompüter zamanından yoxdur. Ay sağ ol. Mursuz qardaş, bəs sən əvvəllər uşaqlıqda nəçə olmaq istəmirsən? Mən uşaqlıqda çox futbola həmişə həvəsim olub, futbolçu olmaq. Oynayıb eləyirdin? Məktəbdə o vaxtı uşaq vaxtı oynayardım. Neçə nömrə oynayırdın? 9 nömrə həmişə. Oxu günə də qardaş. Baş üstə, baş üstə. Feyzi belə.
təbib Yoxdur Bruce Wald'ın dərdinə dərman ey təbib Eyləsən hər dərdmə min dərdə dərman ey təbib Olmaq istərsən əgər asudə qoy rahat məni Olmaq istərsən əgər asudə qoy rahat məni Dərdimin yox çarəsinə çünki imkan ey təbib Sən qan almaqla yəqin bir fayda verməzsən canə Sən qan almaqla yəqin bir fayda verməzsən canə Şövqlərini çıxar mümkünsə candan ey təbib Olsa hər şərbət bu sevda dərdinə yetməz alay Olsa hər şərbət bu sevda dərdinə yetməz əlac Şərbətimdir vəsli yari zikri canan ey təbib Qəmlə öldürsən məni İshar qılma kimsəyə qoy rəqibim bilməsin Var məndə əfqan ey təbib Məqsədim açmaq deyildi dərdimi əsla sənə Məqsədim açmaq deyildi dərdimi əsla sənə İstədim pünhan edim səndən nə pünhan ey təbib Öldürürsən kimi Öldürüb yüzdən kimi bir dərdi bu dərdim mənim Gəl Füzuli dərdini Gəl Füzuli dərdini Gəl Füzuli dərdini çaxma Çox asan ey təbib Aman aman Medad aman Canım aman Aman Mizra vur tellərə, tələr ki Canım ki, çaylar, güller oynasın Mizra vur tellərə, tələr ki Canım ki, çaylar, güller oynasın Hər yerdə elə çal ki Hər yerdə elə çal ki Odalar gül açdan diller oynasın Odalar gül açdan diller oynasın İstərəm həmişə düşən diyarda Arzuları gülə düşən diyarda İstərəm həmişə düşən diyarda Arzular gülər gülşən diyarda Elə çal qışlar baharda Dağlarda çalan sellər oynasın Elə çal qışlar baharda Dağlarda çalan sellər oynasın Oynasın, oynasın, oynasın Dağlarda çalan sellər oynasın Oynasın, oynasın, oynasın Dağlarda çalan sellər oynasın
Bir dənə şey deyim sizə. Uşaqlıqdan dəqiq bilirdim ki, musiqiçi olmayacağam. Sesim də olmayıb, müğənni olmaq heç fikrim də olmayıb, açığını deyim. Amma həmişə çox sevdiyim musiqi alətləri o. Mən indi cazla bilet daha çox yaxınam. Tardan çox istifadə olunur. Bizim musiqiçilərimiz Akif Süleymanbeyli də istifadə edir. Cəmil Əmirov da istifadə edir. Müxtəlif vaxtlarda istifadə olunur tardan bir. Elşad qardaşımız, Feyziya Beledin bizi çox gözəl. Sağ olun. Bəs sən özün uşaqlıq arzun nə olub? Uşaqlıq arzumda elə filmlərə baxırdım, bu davalı kinolara zada. Ürəyimdən keçirdi hərbiçi olum. Elə oldu ki, Sovet dövründə hərbi xidmətdə oldum, Stroybatda slujit elədik, hərbi xidmətimiz. Bizləri bəyənmirdilər, o işlə qutardıq, keçdik tar çalmağa. Yaxşı tarzan olur, özü də yaxşıdır, çox gözəl. Hərbi olsaydı Əfqanistan'a da göndərildi niyə? 85-87. Şükür elə yana. Mən bir dənə şey deyim ha, bax ən sevdiyim alətlərdən biri də balabandır. Gözəl balabancılarımız var. Olub, var, yenə də olacaq. Amma Rafaelin ifası tamam başqadır. Özü ən çox mən düz nə balet elə. O ifa eləyəndə çiyinlərlə necə oynayır, ləzzət eləyir adama. Rafael sən uşaqda nəsə olmaq Mən uşaqda aktyor olmaq istəmişəm. Uşaq vaxtları baxırdım teatrlara, bizim görkəmli artistlərimizə, həvəsim yaranırdı. Elə gətirdi ki, qismət sonra musiqi məktəbindən qoydular məni. Balabanı. Yəqin o çiyinləri oynatmaq o aktyorluqdan qalır. Hə, onlar elə olub 100%. Sonra da girdim Minusutazada, Asüzünaliya, Balabanla məşğul oldum. Danışmaqla bir o qədər aran yoxdur. Bir ifadə yine bizim üçün. Sağ ol, sağ ol. Əhsən. Sağ ol.
Bax, bu rəqsi mən təzəlicə düzəltmişəm. Özüm elə evdə məşqdə özüm üçün uşaqlarla, ana-atı ilə yerlərlə məşqdə. Hələ bunun adını da elə buna bir ad gələn. Bu gündən elə bunun adı qalsın da qala rəqsi. Ay maşallah. Nə yaxşı. Sağ ol. Sağ belə şəhər. Siz burada hamınız orada valeh olmuş. Mən arada bir Namiqə diqqət yetirirdim. Görürəm, yaman tərtibdir ya. Maşallah içəridə qeynir nəsə. Yaxşı musiqi istər-istəməz Rahib qardaşım adamın başını tərpədir. Rəqs ayağı tərpədir, onun musiqisilər məndən yaxşı bilər. Ruha dəyir, ruha. Bəli, doğrudan da ruha dəyir adamı bir ixtiyar xəyallara dalmağa vadar edir. Mən hətta ifa eləyəndə istədim bir şeir parçası deyəm ki, O diginən, indi diginən. O sənin də qədrini bilərdim bəlkə. Ay can, ay can. Sənin də qədrini bilərdim bəlkə, özüm öz qədrimi bilsəydim əgər. Bəxtimlə gülərdi üzümə yəqin, dünyaya gələndə gülsəydim əgər. İnsan dünyaya ağlaya-ağlaya gəlir. O qədər məni duyğulara, xəyallara daldırdı ki, bilirəm, indi sual verəcəksən ki, sən uşaqlıqda kim olmaq istəmirsən? Düz deyirsən. Hansı sənətin, peşəni daşıyıcı. Mən uşaqlıqda güclü həvəsim, marağım vardı idmana. Özü də ki, hansı idmana? O vaxtı qadağalar olan vaxtı bu karate deyirlərdi. Karate doyundu məsələn çoxdur. O vaxtı bir 6-7 il yaxşı məşq eləmişəm. Ben belə döyürdüm də, arıq Öyrən də yaxşısan maşallah. Lap belə arıq idim. Şəmşirdən də arıq idim. Yəni belə. Şəmşir də məşğul olub. Şəmşir rəqslə məşğul olub. Uşaqlıqdan hə, mən edirdim, gördüm elə Şəmşirlə küçədə oynaya gedirdi. Rəqs edirdi. Yəni o vaxtdan sonra gördüm ki, incə sənətə maraq oyanır məndə. Amma istedad elədir ki, var istedad, peşə öyrənmək, var fitri istedad ki, onu Allah Taala sənə xəlq eləyən sənə bəxş edir ki, sən bu sənətin daşıyıcısı olmalısan. Özdə o sənəti daşımırsan, başqa sənətə baş qoşsan, mən elə başa düşürəm ki, o əl aşından da olacaqsan və əl aşından. Onu öyle gördüm ki, məndə bu bədayətən söz sənəti alınır, nəsə azdan çoxdan, elə bu sənətin daşıyıcısı olmaq istədim. Şəmşir, sən nə edirsən uşaq vaxt? Şəmşir, doğrudan mı? Mən Namiq bilir, yəni bir yerdə idi, həmişə bilir, düzdür. Mən də uşaqlıqdan rəqqas olmaq istəmişəm. Dostum var idi, Elmanla. Qapı qonşumuz Elman. Onunla həmişə maqnitofon oxudu verərdik, oynaq mahnıları. İkisimiz bir ortalığa, düşürdük ortalığa oynayırdıq, saatlarla oynayardı və toylarda da həmişə ikisimiz oynardı. Mənim yadıma gəlir, mən o vaxt toylara meyxanadəyən kimi apardılar, Şəmşir oynayan kimi gəldi. Yaxşı, sən həmişə şıdırğı rəqslər oynamağı biz görmüşük də. Amma heç yadımdan sonra bir dəfə çox belə ağır səngin rəqs edirdi. Özü də Şəmşir o vaxtdan təvəzzükardır. Rəqsi məsələn indi oxuyanlar gedir, yarım saatlıq gedir, nə bilim 15 dəqiqə gedir. Şəmşir də 1-2 saat gəlir, rəqs edir. Yaxşı, Namiq qardaş, bir söz deyəcəksiniz bugün? Deyək də, Rahib qardaşım, hər şeydə halallıq yaxşıdır. Bir ara elə söhbət əsnasında Şəmşir bir qafiyə tutdu ki, çox uşaqlıqdan söhbət gedir. Belə bir Şəmşir qafiyə tutdu ki, uşaqlıq arzularım ürəkdə qaldı, uşaqlıq arzularım ürəkdə qaldı, uşaqlıq arzularım ürəkdə qaldı, uşaqlıq arzularım ürəkdə qaldı. Tanrı yazır hər insanın qismətin, bir günün xoş o birisi günün çətin, bir günün xoş o birisi günün çətin. Yarası ağır olur ilk məhəbbətin, gözlərim bir nazlı mələkdə qaldı, gözlərim bir nazlı mələkdə qaldı, uşaqlıq arzularım ürəkdə qaldı. Mən də bir gözəlim oldu meyranı, gözüm gördü sevdi mələn ceyranı. Dedim getmə gözlərimin qurbanı, əllərim sallandı ətəkdə qaldı, əllərim sallandı ətəkdə qaldı. Uşaqlıq arzularım ürəkdə qaldı, uşaqlıq arzularım ürəkdə qaldı. Bəxtim yatdı, gözüm yuxu yatmadı, tale başımı yaxşı işlə qatmadı. Hansı arzulara ki əlim çatmadı, sancıldı ox kimi kürəkdə qaldı, sancıldı ox kimi kürəkdə qaldı. Uşaqlıq arzularım ürəkdə qaldı, uşaqlıq arzularım ürəkdə qaldı. Mən də rəqqas olmaq istədim özüm,
Neyniyim sözler gelir düzüm düzüm. Sonra gördüm söz gelir düzüm düzüm. Bu senete gelenden benim sözüm. Üzüm tek sallandı tenekte kaldı. Üzüm tek sallandı tenekte kaldı. Uşaqlıq arzular müreçte kaldı. Uşaqlıq arzular müreçte kaldı. Uşaqlıq arzular müreçte kaldı. Mən də idmançıları özümə səslədim, hörmətlərini bu qəlbimdə bəslədim. Mən də karateist olmaq istədim, zədə aldım ağrı biləkdə qaldı. Zədə aldım ağrı biləkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Sənə qoşuldum ay mənim canım gözüm. Bəs Azərbaycana tanındım özüm. Ondan sonra Namik dediyim hər sözüm bal kimi süzüldü pətəkdə qaldı. Bal kimi süzüldü pətəkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Rafailin bizə əzizdir adı, ifasından burada kimsə doymadı. Onun ifası ruhumu oxşadı. İntizar gözdə bəbəkdə qaldı. İntizar gözdə bəbəkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Murtuzun futbolçu olub əvvəli, sonra bu sənətə yazılıb cədvəli. Sonra bu sənətə yazılıb cədvəli. Yaddan çıxmaz heç zaman rəssam əli. Həmişə meyli güldə çiçəkdə qaldı. Həmişə meyli güldə çiçəkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Qazbekin musiqiyə bağlı həyatı çox görüb məndən də toyub isatı. Bəyər ifa eylədi bir bəyatı. Xəyalım çobanda tütəkdə qaldı. Xəyalım çobanda tütəkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Qazbeki qoymarıq qala qıraqda. Gör bir nələr olub ötənki çaqda. Bir ifadə eləyər analaraqda. Çox analaylası bələkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Elşad da çox musiqilər bəslədi. Elşad da çox musiqilər bəslədi. Sənətçilər onu özünə səslədi. Uşaqlıqda hərbiçi olmaq istədi. Tarih seçdi, odur ki zirəkdə qaldı. Tarih seçdi, sənəti zirəkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Sənətkarlar yaxşı yaman seçibdi. Yəni sənət badəsindən içibdi. Çox sənətkarlar süzgəcdən keçibdi. Çoxsu süzülmədi, ələkdə qaldı. Çoxsu süzülmədi, ələkdə qaldı. Uşaqlıq arzular mürəkdə 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 qaldı. Arif müəllim çox töküb alın təri. Odur ki adı olub dillər əzbəri. Arif müəllim şair olandan bəri Panoramin uçdu küləkdə qaldı. Panoramin uçdu küləkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Anar ki var düşən deyil təşbişə. Gənc uşaqdır o da yarıyır hər işə. Namik bəsdi qayıtma ilə keçmişə. Xoş arzularımız gələcəkdə qaldı. Xoş arzularımız gələcəkdə qaldı. Uşaqlıq arzular mürəkdə 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 qaldı. 5 günlük dünyadır
niye güley biz? Sevincimizi birbiriyle böley biz. Gel beni bir kazbeka verek biz. Gel beni bir kazbeka verek biz. Musiqiler berde bezekte kaldı. Musiqiler berde bezekte kaldı. Uşaqlıq arzular mürəkdə qaldı. Uşaqlıq arzularım ürəkdə qaldı.
Ələğə Vahidi rəhmət eləsin. Bir misrada görünə boyda Arif hikmət yerləşdirib ki, musiqi nəşəsi min sevgili canana dəyər, əsər-i naleyni Arif üçün canə dəyər. Peyğəmbərimiz nə deyir? Cənnət anaların ayaqlarının altında. Əli sözdə də mi oxşuyursan? Yox, bayaqdan qulaq asıram, hamımızın arzusu. Mənim də arzum olub heykəltaraş olmaq. Harda daş görürdüm, yonurdum da. Harda daş görürdüm. Sonra tale elə gətirdi ki, deməli gəldim 9 nömrəli internat məktəbi Serebrovskidə. Orada mənim bir gözəl müəllimim var idi. İslam Müzəffərov var. Allah onun canını sağ eləsin. Deməli, o piano çalanı həmişə deyirlər, palçına da naladidə. Burada da deməli İslam açma. Deməli İslam müəllim deməli o dünyanı göstərdi, rəng dünyasını. Yadımda da uşaq idim, 4-cü sinifdə. Toğrul Nərimanbekov gəlmişdi. Onda saçı, saqqalı zadı qara. Vallahi ona görə də biz saxlayırdıq. Gəldi belə sinifdə çox uşaq var idi. Hərrəndə işlərə baxdı, gəldi, yaxınlaşdı belə o da belə şeylə də belə baxdı, dedi ki, "Этому мальчику надо помочь." Çöndü belə İslam hə, dedi, "Этому мальчику надо помочь." Talih elə gətirdi ki, 3-4 gün bundan qabaq görürəm gəlir, hardasa yaşlanır. Mən onun o günündə idim. Qara saçlı. Yanında da oğlu gəlir. Dedim ki, Toğrul müəllim, yadınızdadır, internata gəlmişdiniz. Mən də sizin oğlunuz boşdaydı, bu boşdaydı. Belə baxdı, dedim ki, siz mənə dediniz ki, bu uşağa kömək eləmək lazımdır. Bundan gözəl rəssam çıxacaq. Belə baxdı, yani ошибся в тебе. Maraqlıdır ya, bu günləri hər birimizin müəyyən uşaqlıq sirləridir və nəsə açıldı da burada. Görünməyən tərəflər. Görünməyən tərəflər. Hələ yarısı qaldı. Hələ yarısı da qalır, düzdür. Gəlin elə bu yerdə bir Rafaeldən qəşəng musiqi xahiş eləyək. Məclisimizə xoş ovqat getirsin. Rafael, buyur.